Cənubi Xəzər və ətraf ərazilərin yerin ümumi geoloji formalaşmasının hansı mərhələsində əmələ gəldiyinə və necə formalaşmasına nəzər salaq. Region hal-hazırda da geoloji mütəhərrikliyin davam etdiyi qlobal Alp-Himalay qırışıqlığı sisteminin bir parçasıdır. Cənubi Xəzər hövzəsi və Kür dağarası massivi Ərəb platformasının şimala, Rus platformasına doğru hərəkəti zamanı qədim Tetis okeanın ərazisini sıxışdırması zamanı formalaşmışdır. Rus və ya Şərqi Avropa platosu stabil mövqeyində durduğu halda, Ərəb platosunun şimala doğru qismən də burularaq hərəkət etməsinin əsas səbəbi Mərkəzi Afrika rift zonasıdır. Əsas qitədən ayrılan hissənin şərq və şimal istiqamətində qırılaraq aralanmasıdır. Regiondakı bütün hərəkətliliyin demək olar əsas səbəbi bu sıxılmadan qaynaqlanır. Sıxılma zamanı ərazidə qlobal ölçülərdə dərinlik qırılmaları formalaşmışdır. Cənubi Xəzər və Kür dağarası massivi bu nəhəng platformaların böyük sıxışdırmasına məruz qalmasına baxmayaraq, öz əvvəlki quruluşlarını qoruyub saxlaya bilmişdilər. Cənubi Xəzər hövzəsi dünyada yalnız Meksika körfəzi ilə birlikdə çox nadir hövzədir ki, kiçik geoloji bir zaman periyodunda 20-25 kilometr qalınlığında çöküntü toplanma baş vermişdir. Çöküntü toplanmanın belə sürətlə baş verməsi, məhsuldar qatın 10-20 kilometrlərlə qalınlığı, kesilişdə gilli süxurların çox olması, ərazidə kifayət qədər neft və qaz yatağının və yüksək anomal lay təzyiqinin formalaşmasına birbaşa təsir etmişdir. Qeyd edək ki, regionda neftin alt laylardan miqrasiyası və yataqların formalaşma prosesi tam başa çatmamışdır. Formalaşma günümüzdə də davam etməkdədir.